İmam Hüseyin ağlamaqdansa elə öz şəhidlərimizi ağlayaq da. Öz şəhidlərimizə nə olub ki? Xoş gördük dostlar. Məhərrəmlik ayının gəlməsi münasibəti ilə ateistlər yenə də ortalığa düşürlər və müxtəlif arqumentlərlə bu məhərrəmlik məclislərini gözdən salmağa çalışırlar. Bu məhərrəmlik məclislərini kölgə altına salmaq istəyirlər. Və bu arqumentlərindən biri də halbuki bu arqumentlərin heç biri rasional deyil. Hamısı emosional, belə deyim də, dəyərlər üzərində qurulub və rasionallıq yoxdur bu arqumentlərdə. Amma yenə də ehtiyac var ki, bu arqumentlərə toxunaq, bu arqumentləri ələ alaq və absurd olduğunu göstərək. Bu arqumentlərdən biri də ən məşhurlarından biri də odur ki, biz İmam Hüseynə yas saxlamaqdansa öz şəhidlərimizə yas saxlayaq. Niyə öz şəhidlərimiz üçün yas saxlamırıq? Bəyən bizim şəhidlərimizə nə olub ki? Bu çox məşhur misallardan biridir, çox məşhur arqumentlərdən biridir və təəssüfləndirici arqumentdir. Niyə görə? Çünki bir qrup dinsiz kütlə, bir qrup dinsiz şəxs İslamı vurmaq üçün, məhərrəmlik məclislərini baltalamaq üçün şəhidləri oyuncağa çevirirlər. Həqiqətən də şəhidləri oyuncağa çevirirlər və manipulyasiya edirlər. Şəhid vasitəsilə insanları manipulyasiya eləməyə çalışırlar. İndi baxaq görək bu arqument nə qədər tutarlı arqumentdir. Ümumiyyətlə, bu arqumenti səsləndirən insanlar, yəni İmam Hüseynə yas saxlamaqdansa öz şəhidlərimizə yas saxlayaq iddiasını irəli atan insanlar ümumiyyətlə nə qədər şəhidlərini yad edirlər? Birinci çox önəmli suallardan biri budur. Bunu mənə qarşı iddia edən insan ki, sən niyə İmam Hüseynə yas saxlayırsan, öz şəhidlərimizə yas saxla, özü buna nə qədər əməl edir? Məsələn, özü öz şəhidinə, halbuki o şəhid hamımızın şəhididir. Halbuki iddia edir bizim şəhidlər, bizim şəhidlər. Bizim şəhidlər dediyi şəxslərin nə vaxt yad edir bu adamlar? Çox maraqlıdır mənə. Mən bu şəxslərin, demək olar ki, bu iddianı ortaya atan insanların hamısının profilini izləyirəm. Hamısının sosial şəbəkədəki fəaliyyətinə baxıram. Bir dəfə də olsun, məhərrəmlik ayını çıxmaq şərti ilə şəhid yada salmırlar. Amma yalnız və yalnız məhərrəmlik ayı gəlib çıxdıqda, yəni biz İmam Hüseyni yad elədikdə, bunların da dank yadına düşür ki, bizim şəhidimiz var imiş sən demə, biz öz şəhidlərimizi yada salmalıyıq. Bu da bunu xatırladım ki, həqiqətən bu İmam Hüseynin xüsusi bərəkətidir ki, İmam Hüseyin şəhidliyin bir növ belə deyək də insan, yəni vücud tapmış bir halıdır ki, şəhadətin. O öz şəhadəti vasitəsilə elə başqa şəhidləri də yada salmağa vasitə olur. Hansı ki, məsələn, bir ateist belə öz şəhidini, Azərbaycan torpaqlarının azad olunması uğrunda öz həyatından keçmiş şəhidini yada salmayan ateist belə İmam Hüseyin vasitəsilə şəhidin yada salır. Görün, bu həqiqətən nə qədər böyük bərəkətdir, nə qədər böyük bir əzəmətdir ki, Allah Taala İmam Hüseyin, Allahın salamı olsun ona, İmam Hüseynə bunu bəxş edib və onun vasitəsilə biz yox, əstəğfurullah, ateistlər öz şəhidlərini, Azərbaycan torpağının azadlığı uğrunda həyatından keçmiş şəhidləri yada salırlar, məhz İmam Hüseynin vasitəsilə. Bu məsələnin birinci tərəfi, yəni ateistlər özləri belə il boyu bunu yada salmırlar. Sadəcə olaraq bu bir manipulyasiyadır, şəhidlərdən oyuncaq kimi istifadə edirlər və şəhidlərin ruhunu narahat edirlər bu cür arqumentlərlə. İndi gələk məsələnin digər tərəfinə ki, İmam Hüseyni yada salmaqdansa öz şəhidimizi yada salaq. Niyə? Burada çox ciddi bir sual var. Niyə? Niyə görə öz şəhidini yada salmaq üçün İmam Hüseyni yaddan çıxartmağı alternativ kimi təqdim edirsən? Yəni, əgər İmam Hüseyni yas saxlamasaq, öz şəhidimizə yas saxlaya bilmərikmi? Bu çox önəmli sualdır. Yəni, niyə görə öz şəhidimə yas saxlamaq üçün mütləq İmam Hüseyni unutmalıyam? Bunun hansı bir əsası var, hansı bir səbəbi var? Bu, dəyəri dəyərlə vurmaqdır. Yəni, dəyərə qarşı dəyəri alternativ olaraq qoymaqdır. Siz nəyə bənzəyir? Uşaq vaxtı, məsələn, çox adama bu sualı veriblər də, ananı çox istəyirsən, yoxsa atanı? Çox məşhur və bacını çox istəyirsən, yoxsa qardaşını? Sanki bu sualı biz elə qoyurdular ki, uşaq olanda bizdə. Yəni, atanı çox istəmək üçün ananı çox istəməməlisən. Ananı çox istəmək üçün atanı çox istəməməlisən. Yəni, dəyərə qarşı dəyər qoyurdular. Halbuki biz uşaq olanda da həmişə bunu dərk edirdik ki, həqiqətən biz ikisini də eyni anda sevə bilərik.
İkisinə də eyni anda hörmət eləyə bilərik, ikisinə də eyni anda qayğı göstərə bilərik. Yəni şərt deyil ki, atamı sevirəmsə anamı sevməməliyəm və yaxud bacımı sevirəmsə qardaşımı sevməməliyəm. Belə bir şərt yoxdur. Bu gün dinsiz kütlənin də ortaya atdığı arqument eynən bu cürdür. Yəni atanı çox istəyirsən yoxsa ananı çox istəyirsən misalına bənzər bir misaldır ki, şəhidlərimizi yada salaq, İmam Hüseyni yada salmayaq. Halbuki İmam Hüseyni yada salmaq, şəhidi yada salmağı heç bir maneə törətmir. Əksinə şəhadət anlayışını daha da yadda qalan eləyir İmam Hüseyn məclisləri, Məhərrəmlik məclisləri, Aşura məclisi şəhidliyi daha çox yadda qalan bir predmetə çevirir və şəhidlik daha çox yadda qalır bunun vasitəsilə və artıq biz elə İmam Hüseyn məclislərində iştirak eləyə-eləyə şəhadət anlayışına daha dərindən belə deyək də hörmət eləyə-eləyə öz şəhidlərimizi də bu hörməti qoyuruq. Artıq biz şəhadət anlayışını dərk edirik də. Bəyəm Qarabağda döyüşən insanların elə özlərinin dəyəri deyildimi İmam Hüseyn? Yəni Qarabağda şəhid olan, məsələn, bizim nə qədər gəncimiz üçün İmam Hüseyn bir komedi idi və İmam Hüseyn bir ideal idi. Nə qədər gəncimiz İmam Hüseyni əsas alaraq gedib döyüşmüşdü və şəhid olmuşdu. Bu özü nə qədər böyük bir belə deyək də məktəbdir, Kərbəla məktəbi ki, elə onu yada salmaqla biz nəinki şəhidləri yada salırıq və yeni şəhidlər də yetişdiririk. Yəni İmam Hüseyn məclisi tək şəhidləri də yada salmır, həm də yeni şəhidlər yetişdirir, şəhadət anlayışını təzə saxlayır və bu heç bir zaman Azərbaycanın öz şəhidlərini yada salmağa mane ola bilməz. Mən təklif eləyərdim ki, İmam Hüseynə yad saxlamaqdansa öz şəhidlərimizə yad saxlayan deyən adamlara mən təklif eləyərdim ki, heç olmasa ildə bir dəfə özləri Məhərrəm yayın çıxmaq şərti ilə heç olmasa bir dəfə öz şəhidlərini həqiqətən yada salsınlar, öz şəhidlərinə həqiqətən dəyər versinlər. Halbuki biz onları görmürük, doğrudan görmürük, nə xiyabanda gedib kimsə ziyarət elədiklərini görmürük, nə sosial şəbəkələrdə hansısa şəhidi təbliğ elədiklərini görmürük. Ancaq və ancaq Məhərrəmlik ayı gəldikdə İmam Hüseynə qarşı alternativ olaraq şəhidlər onların yadına düşür. Bu da şəhidi yad eləmək deyil, şəhiddən istifadə eləməkdir, şəhidin ruhunu narahat eləməkdir. Yəni dəyərə qarşı dəyər qoymaq heç bir halda doğru deyil. Necə ki biz eyni anda atamızı və anamızı sevə bilərik, ona hörmət eləyə bilərik, elə də eyni anda həm İmam Hüseyni, həm də öz şəhidlərimizi yad eləyə bilərik ki, elə İmam Hüseyn məclisləri öz şəhidlərimizi yad eləməkdə vasitədir, tək müsəlmanlar üçün yox, elə ateistlərin özü üçündür.